Azərbaycan kino aktyoru və rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi İlxan Cəfərov 29 aprel 1967-ci ildə Bakıda anadan olub. Uşaq yaşlarından Şirevdən getdi, Hazır ol Əla Həzrət, Mən mahnı qoşuram, Bağ mövsümü kimi filmlərdə maraqlı obrazlara çəkilib. Moskva Ümumittifaq Kinematografiya İnstitutunu bitirib. Sonra Dövlət Yuğ Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1995-97-ci illərdə Dövlət Teleradio verilişləri nəzdindəki Prolog studiyasının bədii rəhbəri olub. Aktyor kimi 10 filmə çəkilib. Rejissor kimi filmoqrafiyasında 7 film var. Rejissoru olduğu Dolu filminə görə ən yaxşı rejissor nominasiyasında Qızıl Pəri mükafatı qazanıb. İlxan Cəfərov hazırda Azərbaycan Film Kino Studiyasında rejissor kimi çalışır. Mənim üçün kinematoqraf bir möcüzələr dünyası idi. Elə uşaqlıqdan və bu möcüzələr dünyası həmişə yadımdadır. Çox balaca idim filmlərə baxmaq üçün. O vaxtda televiziyada baxa bilirdik, kinoteatrlarda da gedib baxırdıq, amma mən uşaq idim. Həmişə yadımdadır ki, Allah ilə nəvzə rəhmət eləsin, anam danışardı ki, Vremya proqramı var idi. Ondan sonra bədii filmlər göstərirdilər və mən hər dəfə deyirdim ki, yuxum gəlirdi, amma deyirdim ki, amma zəhmət olmasa məni mütləq oyad, proqramı Vremya qutarandan sonra mütləq oyad, oradan mütləq kinolar göstərəcəklər. Deyir, sonra yuxulayırdın, səni oyadırdıq ki, bəs balaca da ki, Elxan kinoya baxmaq istəyirsən? Deyir, yuxulu gedirdin. Amma səhər dururdum çox peşman ki, niyə məni oyatmadınız? Mən bir də niyə bəs mən o kinoya baxmaq istəyirdim. Ганимастенга пра. Что? Ганимастенга пра, ты не смеешь стоять, где я под солнцем стою! Ты не смеешь стоять, где моя тень! Я любимый сын короля! Я любимый брат короля! Ну, королей, кровь королей, род королей, честь королей! Я наследный принц Далихар! Это я говорю! Если я под солнцем стою, каждый, кто наступит на тень мою, должен за это быть казнен, а иначе будет война. Так? Велит! Закон! Sovet reallığını nəzərə alsaq, kino öz-özlüyündə bir boz reallıqdan, rəngsiz reallıqdan bizi daha rəngli, daha maraqlı bir reallığa atırdı və biz elə uşaq olanda da o nağıllar dünyası kimi qəbul edirdik kinonu. Mən də eləcə də bütün uşaqlar kimi indi belə taley belə gətirdik. Əlbəttə bir müddət keçəndən sonra artıq mən özüm kinostudiyaya gələsi oldum və bir neçə filmdə də çəkildim. Həyatımın təqribən uşaqlıq həyatımın təqribən 6-7 ili sırf filmlərə çəkilmək, kino ətrafında bax belə həmin o möcüzələr dünyasına baş vurmaqda keçdi. Və mənim üçün ən böyük dəyər əlbəttə çəkiliş meydançasında olmaq, həmin o möcüzəni yaradan insanlarla görüşmək, onlara bir cadugar kimi baxardım. Onlara bir baxırdım ki, Allah, bu insanlar həmin o rəngli reallığı həyata gətirirlər. Böyük hörmət eləyirdim həm aktyorlara, həm rejissorlara. Yəni daxili bir hörmətim, izzətim var idi ki, bax bu insanlar həmin o bizim xülyalarımızda olan gözəlliyi yaradan insanlardılar. Allah dünyasını dəyişmiş sənətkarlarımıza rəhmət eləsin. Allah can sağlığı versin. Bu gün də yaşayan və yaradan sənətkarlarımıza, yaşlı nəslə, hansını ki mən uşaqlıqdan tanıyırdım və mənim üçün bax belə kinoya gəliş məhz onların adı ilə, onların kinoya bağlılığı ilə və onların yaratdığı dünya ilə bilavasitə sıx bağlıdır. Sonra yaşlandım bir qədər, artıq məktəbi bitirdikdən sonra tam əmin idim ki, mən kinematoqrafla məşğul olacağam və Moskva Dövlət Kinematografiya İnstitutuna daxil oldum və orada da
çox maraqlı idi ki, mənim ilk hiss elədiyim və ilk düşündüyüm, özüm üçün aşkarladığım fakt o idi ki, ay Allah, burada nə qədər eyni cür düşünən insanlar mövcuddur. Yəni real həyatımızda bir kino, teatr xadimləri, bir də real həyatda rastlaşdığımız insanlar və məişət qayğıları var idi. Amma instituta düşəndə həm o məişət qayğıları, həm tələbələr hamısı bir yerdə, bax, bütöv bir dünya idi. Yəni artıq məişət bizim xülya dünyamızdan kənarda deyil idi. Onlar hamısı bir-birinin içində idi. Həm yaradıcı söhbətlərimiz indi müəyyən yaşı yaşayandan sonra o gənclik dövrümüzdə olan mülahizələrimiz bizə bir qədər həm sadələf də görsənir, amma o çılğınlıq və o sevgi ilə ki, o biz mülahizələr aparırdıq bir-birimizdən, bəzən mübahisələr də eləyirdik, bir-birimizə nəyisə inandırmağa çalışırdıq, yeni fikir alırdıq bir-birimizdən və təbii müxtəlif xalqların nümayəndələri ilə görüşürdük orada. Bu da böyük bir baza idi. Yəni həm dünya çapında 15 respublikanın müxtəlif nümayəndələri ilə görüşlər və təbii hər birimizin də böyüdüyümüz, boya başa çatdığımız mədəniyyət faktorları da müəyyən bir mənada fərqli idilər. Yəni milli özəlliklər var idi. Mənim yadımdadır, biz orada həm Özbək, həm Moldova, həm Latın Amerikasından olan tələbələr, həm Skandinaviya dövlətlərindən olan tələbələr, bəzən məsəl üçün bizim üçün çox maraqlı idi. Marokko şahzadəsi bizi ilə bir yerdə oxuyurdu. Yəni bu çox maraqlı bir faktor idi ki, bu şahzadədir, sən demə. O ssenari fakültəsində oxuyurdu, səhv eləmirəmsə, rejissorluğa da oxuyurdu. Mənim şəxsən taleyimdə, mənim həyatımda bax o gənclik dövrləri kəskin, çətin dövrlərdə olsa belə, amma yaddaşımda məhz o milli mədəniyyət faktorunun formalaşması kimi qalıb yaddaşımda və o vaxt biz artıq SSR dövründə müəyyən mənada yasaq olan milli adət-ənənələrimizi daha dərindən öyrənməyə imkanı yarandı. Tarixi şəxsiyyətlərimiz haqqında artıq informasiya qapalı olmadı və biz onlar haqqında daha geniş informasiyanı öyrənmə imkanı oldu. Və bu çox böyük və sevindirici haldır. Və milli özünü tanıma prosesində mən çox şadam ki, məhz lap gənclik illərimizdə bu proses baş verdi və yəni yaşlı nəsil üçün bu biraz ağır proses idi, ağır keçid dövrü idi, amma biz gənc idik, bizim üçün bir qədər daha rahat oldu və mən buna görə taleyimə çox minnətdaram. Sonradan çəkdiyim filmlər və indi də filmlər çəkirəm. Bunlar hamısı ilk növbədə milli mədəniyyətimizə qulluq etmək və ideoloji nöqteyi nəzərdən Azərbaycanlı kimdir və necə olmalıdır suallarına cavab verməkdir. Mən çox istərdim ki, bugün bizim çəkdiyimiz filmlər və milli özəlliyimizi önə verdiyimiz ideoloji sistem gələcəkdə gənc nəslə də bir xeyirli olsun. Artıq onlar bizim yaşadığımız o baskılı dövrü yox, artıq tam arxalana biləcəkləri milli xüsusiyyətlər və milli özəlliklər üzərində öz mədəniyyətimizi qurmaq imkanı yaransın onlar üçün və bu böyük bir xoşbəxtlikdir və biz bu məsuliyyəti hiss edirik və milli mədəniyyəti daşıyıcıları inşallah yəqin ki, gələcək nəsil bizdən daha aktiv bu işdə fəaliyyət göstərəcək və mədəniyyətimiz inkişaf edəcək. Mədəniyyətsiz toplum süquta uğrayır və çiçəklənən dövlət, çiçəklənən xalq gələcəyə məqsədlərini düzgün yönəltmiş toplum məhz milli mənəvi mədəniyyət faktorlarına arxalanaraq irəliləyə bilər. Mən özümü kinodan kənarda ümumiyyətlə təsəvvür eləyə bilmirəm. Mənim üçün kinematoqraf artıq həyat tərzidir. Yəni məişətimdə də, gündəlik davranışımda da, fəaliyyətimdə də
Yəni hər bir mədəniyyətin bir çox istiqamətləri var. Məndə kinematoqrafdır. Bu taleydir yəqin ki. Mən kino adamıyam.